Əvvəl 12-ci əsrdə qədim sivilizasiyanı alt-üst etmiş dəniz xalqlarının axını başladı. Gəlmələrin bir hissəsi Anadolu'da məskunlaşdı. Lakin Balkanlardan gəlmiş Frak, Frikiya tayfaları onları tezliklə oradan qovdular. Gələnlərin arasında ermənilərin əcdadları, Muşlar da vardı. Qarabağ xəritəsindəki qırmızı ləkə ermənilərin əzəli torpaqlar elan edərək silah gücü ilə Azərbaycanlıları qovduqları yerləri göstərir. Ana yurdumuzun maddi mədəniyyət abidələri sübut edir ki, ermənilərin əcdadları hələ Balkanlardan şərqə doğru yol gələndə Azərbaycanda yüksək inkişafa malik yerli ilkin sinifi cəmiyyət oturaq həyat keçirirdi. Van qayasının qərb hissəsindəki Mixyazdan görünür ki, Azərbaycanda bu zaman 20 qala, qəsr, 120 şəhər və çoxlu kənd vardı. Ermənilərin əcdadları Van gölünün cənub-qərbindəki Şüpriya vilayətinə doğru hərəkət edərək dil və mədəniyyətcə gəlmə ermənilərə yad olan Urartu dövlətinin tərkibinə daxil oldular. Huti, Etyunların Helam gölünün qərb sahilindəki məskənləri Urartu tərəfindən fəth edildi. Manna padişahlığı Azərbaycan ərazisində yaranmış ilk və ən qədim dövlət birləşməsi. Eramızdan əvvəl 2-ci minilliyin ortalarında Orta Asiyadan, Turandan böyük yaxınla hərəkət edən Skif, Saks, Sarmat tayfaları qərbə doğru yol alıb Dunay sahillərinə gəlib çatdılar. Çölün təkanları bütün qərb xalqlarını lərziyə gətirdi. Saks, Sarmatlar Qaradəniz sahillərindən Kimmerləri sıxışdırıb çıxartdılar. Şimaldan və cənubdan Xəzəri dövrədilər. Və eramızdan əvvəl 6-cı əsrdə şimal qonşularımızın dili ilə desək, Zaqafqaziya dediyimiz Cənubi Qafqaz ərazisində Skif ya da Saks-Sarmat padişahlığını yaratdılar. Azərbaycan ərazisində aşkar edilmiş çoxlu Skif qurğanlarında hərbi başçılar öz silahları, atları, qulları ilə bərabər bastırılmışlar. Bu isə artıq Tövrat, İncil və Skif padişahlığı dövrüdür. Aşkenazi, Urartu, Ararat adları həmin müqəddəs kitablarda çəkilir. Turandan sıxışdırılıb çıxarılmış Hind arilər ön Asiya doğru hərəkət eləyərək Elam, Parsua torpaqlarına yetişdilər. Şimallı Hind arilər şərqin 100 il ərzində ən qüdrətli dövləti sayılan Midiyanın əsasını qoydular. Azərbaycanın cənub torpaqları da Midiya dövlətləri tərkibinə daxil oldu. Dünyanın vahid Allahı Ahura Məzda, Hürmüz, Midiyalılarda peyda oldu. Zərdüş Peyğəmbər ilk dəfə Azərbaycan torpağından xeyir fikir, xeyir söz, xeyir əməl ilahi üçlüyünü elan etdi. Yeddi mehrablı bu qala, Günəş Allahı Ahura Məzdanın Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən od məbədidir. Başını 7 yerdən çıxan alov dillərinin əmələ gətirdiyi tacın bəzədiyi, dövrün ən nəhəng memarlıq abidəsi olan bu qalanı Romalılar Sezar adlandırırdılar. Öz-özünə alışıb yanan neft və qaz fontanları ilə zəngin Abşeron torpağı atəşpərəstlərin müqəddəs yeri, səcdəgahı idi. Bakı ətrafında 19-cu əsrə qədər fəaliyyət göstərən od məbədi atəşgaha bütün dünyadan ziyarətə gəlirdilər.
5000 il boyu məhəbbət məşəli ilə şölələnən 5 metr qalınlığında divarı olan bu daş çıraq Azərbaycan xalqının qəlbində müqəddəs iz qoymuşdur. Elan və Parsuvadan olan cənublu Hindarilər öz şimallı qardaşlarını, Midyalıları sıxışdırıb, onların dövlətinin yerində daha qüdrətli, daha möhtəşəm Fars Əhəmənilər dövlətini yaratdılar. Farslar Günəş Allahı Ahura Məzdəyə olan etiqadı saxlayıb, onu daha da təkmilləşdirdilər. Zərdüştlük dini o dövrdə bütün dünyaya yayıldı. Əhəmənilər dövləti dünyanın az qala yarısını, Midyanı, Kiçik Asiyanı, Frakiyanı, Makedoniyanı, Babilistanı, Misri, Finikiyanı, Suriyanı, Fələstini, Zaqafqaziyanın bir hissəsini, Parfiyanı, Baktriyanı, Sogdiyananı, Araxosiyanı, Hedrosiyanı tutdu. Əhəməni hökümdarı isə özünü Şahənşah, Şahlar Şahı elan etdi. Tarixi Azərbaycan ərazisinin də daxil olduğu möhtəşəm Əhəmənilər dövlətində yüzlərlə tayfa və xalqların etnik, iqtisadi, mədəni əlaqələri yaxın və orta şərq kimi geniş ərazidə yeni sinkretik mədəniyyətin yaranmasına səbəb oldu. Bu isə yaxın gələcəkdə Eldinizmin və eləcə də nə Yəhudi, nə Eldinin olmayacağı vahid insan cəmiyyəti arzusunun yer üzündə yayılması üçün zəmin yarattı. İran Şahı Dara məmləkəti satraplıqlara böldü. Azərbaycan 11-ci, 14-cü və 15-ci satraplığa daxil idi. Xuti satrapı Dara'nın oğlu Arsemen idi. Azərbaycandan tapılmış bu sütun təməli Əhəmənilər dövrünə aiddir. Ari elementləri nəinki Azərbaycanın mədəniyyətində, hətta onun genetik fondunda da mühüm yer tutur. Bu, Əhəməni şahlarının Susdan Efesə gedərkən istifadə elədikləri məşhur padişah yolu, müharibə, ticarət və mədəniyyət yoludur. Eramızdan əvvəl 500-cü ildə Dara Kiçik Asiya Yunanlarının üsyanını yatırdıb, məmləkətin içərilərinə doğru irəlilədi. O, Afinanı dağıtdı. Bu, Afina puludur. Afinada Dara məbədləri də yandırdı. İskəndər, o, Allahların sevimlisi Aristotelin yetirməsiydi. Şərqdə və Azərbaycanda ham onu tanıyır. Afinanın yandırılması, İskəndərin dağılmaqda olan Əhəmənilər dövlətinə qarşı yürüşlərinin başlanması üçün bəhanə oldu. İskəndərin ardınca Yunan mədəniyyəti Hindistana qədər gedib çıxdı. 150 il, əsr yarım şərqdə hökm sürdü. İskəndər İssa yaxınlığında Farsları əzdi. Qavqamel yaxınlığındakı qələbəsindən sonra isə Asiyanın hökümdarı oldu. Qafqaz Albaniyasında, yəni Şimali Azərbaycanda İskəndərin sikkələrini eramızın 1-ci əsrinədək təqlid edirdilər. Azərbaycanlıların ulu babaları, Albanlar, İran qoşununun sağ cinağında İskəndərə qarşı vuruşurdular. Qavqameldən sonra İskəndər İran şahlarının paytaxtına doğru hərəkət etdi. Şərabdan beyni qızmış əskərlərin və Afina Keterası Taisin təkidi ilə Persepolu yandırdı. İskəndər Persepoldan Xəzərin cənub sahillərinə, oradan da şərqə doğru yönəldi. O, Aristotelin siyasi ideyalarını həyata keçirməyə çalışaraq şərqə xeyir şəhəri, siyasi Yunan utopiyasının cərtisini qoyub getdi. İskəndər yürüşləri başa çatdırandan 2 həftə sonra 33 yaşında Babilistanda vəfat etdi. Makedoniyalı İskəndərə, onun simasında bütün Yunan mədəniyyətinə ən böyük abidəni 15 əsr sonra Gəncədə doğulmuş Nizami ucatmışdır. Bu, Nizaminin kəfəninin bir parçasıdır. Nizami, İskəndəri sonuncu poemasının qəhrəmanı etməklə öz şağdaşlarına və gələcək nəslə şərqdə bir çox xalqların gücü ilə yaradılmış qüdrətli mədəniyyətin köklərini xatırlatmaq istəmişdir.
İskəndərnamə qəhrəmanının yolu insanı mənəvi zirvələrə, İskəndəri adi adamlardan fərqləndirən gözəlliyə aparan yoldur.